Hər vaxtınız xeyir olsun, realdasınız. Hazırda biz Biləcəri stansiyasındayıq və Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda tədarükü həyata keçirilir. Tədarükə 5 vaqonda 349 ton buğda yükü daxildir və bu yük Biləcəri stansiyasından Böyük Kesik istiqamətində yola düşəcək. Qeyd edim ki, bundan öncə martın 25-də növbəti tədarük 5 vaqonda 350 ton buğda yükü Azərbaycana tranzit keçməklə Rusiyadan Ermənistana göndərilib. Bununla yanaşı vurğulayım ki, indiyənə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Ümumiyyətlə, Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana daşınması bir neçə logistik üstünlük qazandırır. Mən istərdim ki, bunlar hansı üstünlüklərdir? Məhz bunları vurğulayım. Belə ki, bura ilk növbədə məsafə və vaxt üstünlüyü daxildir. Eyni zamanda Azərbaycan ərazisində iqlim şəraiti, həmçinin nəqliyyat infrastrukturu da tranzit imkanlarını daha da əlverişli hala salır. Məlumat üçün vurğulayım ki, 2025-ci ildə oktyabrın 21-də Azərbaycan prezidenti Qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında məhz Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana tədarükü ilə həyata keçirilib. Bir daha mən vurğulamaq istəyirəm ki, biz hazırda Biləcəri stansiyasındayıq və bu istiqamətdə 5 vaqonda 349 ton buğda yükü Rusiyadan Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana göndərilir. Çatdıracaqlarımız bunlardan ibarətdir. Realda qalın.